bir dənə uf deyəsən valideynimə, onları incidəsən. Uf, bilirsiniz də bizdə ən aşağı söz deyək, uf, yenə arvad başda deyək. Yəni uf da bir dənə uf edirsən. İmam Sadiq əleyhissalam buyurur ki, bundan da aşağı kəlmə olsaydı, Allah mütəala onu gətirər, onu deyərdi. Yəni, bu qədər valideyn hörmətlidir. Ana yaşdaşıb, ata yaşdaşıb. Ola bilər də bir söz təkrar etsin. Ola bilər hansı bir iş səhv görsün, səhv eləsin. Və bu yaşlılıqla olan məsələdir. O qədər bir uşaq olmuşuq ki, bir sözü 10 dəfə soruşmuşuq. Valideyndən sevə-sevə özləri təkrar etdirlər biz. Sevə-sevə bizə qulaq asırlar, dinləyiblər, heç narahat da olmayıblar. Yəni, nə oldu? Mənim valideyn 2 kəlməni arda deyəndə mən narahat olmalıyam. Mən inciməliyəm.